İyulun 2-də Azərbaycana dövlət səfərinə gələn Özbəkistan Respublikasının prezidenti Şavkat Mirziyoyevin rəsmi qarşılanma mərasimi olub. Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda ali qonağın şərəfinə fəxri qaravul dəstəsi düzülmüşdü. Azərbaycan prezidenti İlham Əliyev Özbəkistan prezidenti Şavkat Mirziyoyevi qarşıladı. Diqqət sağa! Fəxri qaravul dəstəsinin rəisi Özbəkistan prezidentinə raport verdi. Cənab Özbəkistan Respublikasının prezidenti, sizin Azərbaycan Respublikasına gəlməyiniz şərəfinə fəxri qaravul düzülüb. Qaravul rəisi polkovnik leytenant Quliyev. Özbəkistan Respublikasının və Azərbaycan Respublikasının dövlət himnləri səsləndirildi. Fəxri qaravul dəstəsi hərbi marşın sədaları altında Azərbaycan prezidenti İlham Əliyevin və Özbəkistan prezidenti Şavkat Mirziyoyevin qarşısından keçdi. Sonra rəsmi foto çəkdirildi.